tapılmadıqca bəlkə də ümidim daha çox artır, bəlkə sağdır, bəlkə hardadsa da bu gələcəkdir. Tapılmayanda bəlkə də daha çox sevinirəm ki, tapılmadı. Bu Xalid olmadı, bu tapılan da Xalid deyil. Bəlkə özü gələcək, bəlkə kimsə götürüb aparır, bəlkə hansı gəmiyəsə rast gəlibdir. Bunlar da fikirləşirik. İntihası ki, Allaha qurban olum, Allahın möcüzələri çoxdur. Bəlkə də özümə ümid verirəm, bunu da bilmək olmaz. Dekabrın 4-də Günəşli platformasındakı qəzada itkin düşən Xalid İbrahimovun həyat yoldaşı Kifayət İbrahimova ümidini hələ ki dənizdən üzməyib. 42 yaşlı qadın həsrətlə nisqillə baxdığı Xəzərdən imdad istəyir. Xəzər onun bircə güman yerinə çevrilib. Fırtınalı dənizin dibinə çəkdiyi həyat yoldaşını bəlkə bir gün sağ-salamat Kifayətə qaytardı. Bəlkə heç olmasa cansız cismini sahilə vurdu deyə ümid eləyir. Mənim qızlarım da, oğlum da, indinin özündə də mən ağlayanda Aytaz deyim, amma ataya nə olub ki, sən ağlayırsan? Ata onsuz da gələcək. Aradan 90 gün ötür, amma Xalid İbrahimovun öldüsündən ya qaldısından xəbər yoxdur. Kifayət İbrahimova da başqa itkin ailələri kimi axtarışlardan narazıdır. Buna görə də rəsmi qurumlardan axtarışları sürətləndirməyi tələb eləyirlər. Açıqda gizləndi, qəbul eləmədi. Siz kimi gizlənən? Günahı olan da gizlənən. Günahı var ki gizlənən. Var ki gizlənən. Günəşli yatağındakı yanğın 2015-ci ilin dekabrın 4-də 10 saylı özüldə baş verən qəza nəticəsində başlayıb. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Qayığın dağılması nəticəsində suya düşən 30 neftçidən 11-nin meyidi tapılsa da 19 nəfər itkin sayılır. Kiminsə səhlənkarlığı üzündən, kimsə bilə-bilə ki, orada təhlükə var, kimsə bilə-bilə ki, orada yanğın gözlənilir, bir gün qabaqdan da bilinib. Əgər onları vaxtında təxliyə eləsəydilər, heç bəlkə də bu cür ölüm, itim, itkin olmazdı. Kifayət İbrahimovanın sözlərinə görə dekabrın 4-də ona bir neçə dəfə zəng vuran həyat yoldaşı dənizdə güclü külək əsdiyini, platformada təhlükə gözlənildiyini söyləyib. Dedi ki, bizi hazırlayıb şülübqa. Mən də başa düşmədim, şülübqa nədir, dənizə atılmaq nədir. Elə dedim, ay Xalid, qurban oldum, ehtiyatlı ol. Dedi, narahat olma Kifayət. Olanda da olacaq. Amma bu sözdə dedi. Birdən daxırda onu dedi ki, külək dedi, şülübqanın dedi, yolunu fırlayar, Türkmənistana aparar bizi. Mən dedi, oradan gətirərsən. Ona da güldük, ikimiz də zarafat elədi. Elə axırıncı danışığımız da oldu. Bugün 3 övladı ilə Bakı-Qazax yolunda qalan qadın həyat yoldaşını qınayır. Son ana qədər yoldaşlarının qayıqlara minməsinə kömək eləyib başqalarını düşündüyünə görə. Çox qınayıram. Deyirəm, yaxşı özünü fikirləşmədi. Bəs bizi də fikirləşər də heç olmasa. Kömək eləyib, özləri dedilər oradan, onların təhlükəsizlik rəisi özü demişdi o sözü birinci dəfədən ki bizə, o tros dolaşıb, çıxıb trosu açmağa. Hamıdan da qabaq dənizə bu düşübdü. Xalid İbrahimovun 44 yaşı vardı. 3 övladının təhsilli olmasına çalışırdı. Uşaqlarından ötürü can yandıran, 2 uşağı institutda oxuyur, universitetdə, ikisi də ödənişlidir. İşləyirdi burada 15 gündə gidirdi öz rayonumuzda, özünün traktoru var idi, ondan əkinlə, biçinlə məşğul olurdu. Nədir ki, uşaqları yaxşı bir gün görsünlər. Həmişə öz sözü idi, deyirdi ki, mənim uşaqlarım fəhləlik sinfindən qutarsınlar. Kifayət İbrahimova hər gün səksəkə içində ümidlə ümidsizlik arasında xəbər gözləyir. Uşaqlar hər dəfə atıyı gördük ki, xuda atıyı gördük. Amma heç vaxt ölü kimi gözümüzə görsənməyib. Həmişə deyir, səbr eləyin, gələcəm. Vallahi onu tanıyan, tanımayan hamı ümid eləyir ki, deyir ki, Xalid elə bir oğuldur ki, ona heç nə olmaz. O hardadırsa da o çıxıb gələsidir. Yəni ki, ona heç nə olası deyil. Özü həmişə deyirdi ki, mən dənizin dibindən də üzüb gələrəm.